Əhməd Cavadın ingilislərə meydan oxuyan şeirinin olduğunu bilirdinizmi? Və bu şeiri yazmağa hansı tarixi hadisə səbəb olmuşdu? Saray deyil, haray şairi idi Əhməd Cavad. Xalqının və vətəninin harayını şeirlə tarixin yaddaşına həkk etmişdi. Üç rəngli bayrağımızın uca dirəyi təkcə qırmızı şeytanın gözünə batmırdı. O eyni zamanda İngilis işğal qüvvələrinin də gözünü narahat edirdi. Birinci Dünya müharibəsi sona çatdı. Qalib dövlətlər öz paylarına düşəni böyük iştahla aldılar. Orta Asiya və Cənubi Qafqaz da İngilislərin payına düşdü. Azərbaycan dövlət adamlarının qabiliyyəti sayəsində İngilislər zorakılıqla girmək istədiyi torpaqlara müəyyən şərtlər daxilində gəldilər. İranda olan İngilis ordusunun generalı Thomson milli dövlətimiz haqqında belə bir rəy bildirdi. İlk öncə Azərbaycan adlı dövləti tanımadığını qeyd etdi. Bizə məlum olduğuna görə Azərbaycan xalqının ümumi fikrindən meydana gəlmiş bir respublika mövcud deyil. Yalnız Türk komandanlığının intriqası ilə yaranmış bir hökumət vardır. İndi ki siz bunun əksini iddia edirsiniz. O halda hər şeyi yerində yoxlayıb buna münasib də qərar verərik. Noyabrın 17-sində Bakı limanına yaxınlaşan 3 paraxoddan 1000 İngilis və 800 Hind əskər və polisindən ibarət İngilis, Fransız, Amerikan hərbi heyəti, eləcə də İngiltərə, Amerika Birləşmiş Ştatları, Fransa və İtaliya ittifaq dövlətlərinin nümayəndələri enərək Mudros razılaşmasına əsasən Bakıya girdi. Daha sonraki illərdə 1919-cu ilin yanvarında hərbiçilərin sayı 5000 nəfərə çatdırıldı. Limanda onları Daxiliyyə naziri Behbud xan Cavanşir qarşıladı. General Thomson müttəfiqlərin bayraqları ilə yanaşı asılmış Azərbaycan bayrağını görərək qəzəbləndi. Müəyyən olunmuş günlər xaric, digər günlərdə Azərbaycan bayrağının asılmasını da qadağan etmişdi. Azərbaycanda hərbi vəziyyət elan etdikdən sonra bir çox məsələyə də əl atdılar. Atılan əllər boş qayıtmadı. General Thomson belə bir bəyanatla çıxış etdi. Fətəli xan Xoyski sədarəti altında müştərək hökumət təşkil edildiyindən bununla ümumə elan ediyorum ki, müttəfiqlər komandanlığı Azərbaycan dairəsində yeganə məhəlli qanuni hökumət olmaq üzrə bu hökumətə tamamilə müzahirət göstərəcəkdir. Bakı şəhərində müttəfiqlər qoşunları komandanı General-Mayor Thomson. İngilislər neft sənayesini də nəzarətləri altına keçirməyə çalışırdılar. Onlar Bakıdan 9 ayda 113,5 milyon manatlıq neft çıxarmışdılar. Onlar istədiklərini aldıqdan sonra geri qalan heç bir şeyin önəmi yox idi. İngilis ordusunun gedişindən sonra haray şairi Əhməd Cavad qələmi ilə bax o İngilis şeirini yazdı. İngilis, Bakıya gəlmişsiz salam verməyə, ey xan sarayını tutan İngilis. Gedərkən Kəbəyə hacı karvanını tutan İngilis. Damağında Çanaqqala ağısı, sənmisən Türk ellərinin yağısı, İslam dünyasını ölüm çalğısı, ölüm niyyəti ilə yaxan İngilis. Sarı Hindistanın cansız qolunu, gəldin bağlamağa Turan yolunu, aldadıb hər yerdə tanrı qulunu, insanları ucuz satan İngilis. Bax yenə qarşımda köksümü açdım, Bakı dağlarına al bayraq sancdım. Sən meydan oxudun, gəldim, ulaşdım, mərd deyil meydandan qaçan İngilis. Sən bağla hər yolu, süngüm tez açar, 3 ayda gələnlər 3 gündə qaçar. Zənn etmə qurşunum havalı uçar, Türkdür bu qurşunu atan İngilis. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.